Bizim bugünkü dərsimiz planlamadır. Yəni illik və gündəlik planlama, təlim nəticəsinin qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi. Planlama özü iki yerə bölünür, illik və gündəlik planlama. Amma biz planlamaya keçməmişdən öncə nəticədən planlamaya, yəni ki, hansı ki, geriyə planlamadan danışırıq. Planlama prosesində hansı ki, müasir yanaşma olaraq nəticədən planlamadan istifadə olunur. Bu zamanda nəticədən planlama müvafiq ardıcıllıq nəticəsində yerinə yetirilir. Yəni, o nəticələrə çatmaq üçün, qiymətləndirmək üçün üsul və vasitələrin hazırlanması və təlim nəticəyə çatmağa xidmət edən bir fəaliyyətdir. Planlama hər bir müəllimin işinin sistemli, ardıcıl və səmərəli qurması üçün plandır. Plan müəllim üçün bir yol xəritəsidir. Planlamanı dedik ki, iki cür olur. İllik, ikinci adı perspektiv, gündəlik, ikinci adı caridir. Yəni siz testlərdə cari kimi görərsiniz, deyirsiniz ki, bu nədir? Yəni bu cari gündəlikdir, perspektiv isə illik planlamadır. Birinci başlayaq, ilk öncə bunlara keçməmişdən öncə, hansı ki, nəticədən planlamanın 3 əsas komponenti var. Bunlar təlim nəticələri, qiymətləndirmə və öyrənmə fəaliyyətidir. Hansı ki, məlmələr. Təlim nəticəsi dedikdə, yəni dərsin sonu üçün gözlənilən nəticələri müəyyən edir. Dərs zamanı şagirdlərdən gözlənilən nəticələr onların özlərinə də elan olunur. Təlim nəticəsi. Burada da geriyə planlama prosesində şagirdlərin öyrənmə imkanlarına uyğun olaraq bu məsələyə diqqət etməkdən təbii ki, başlamaq lazımdır. Dərsdə gözlənilən nəticələrin müəyyən olunması kurikulumda desək ki, hansı prinsipə əsaslanır? Nəticə yönümlülük prinsipinə əsaslanır. Ümumiyyətlə, planlama nəticə yönümlülüklə sintez eləmək olar. Müəllim dərsi planı qurarkən, mən nə öyrətməliyəm sualı ilə deyil, təbii ki, mən bu dərsin sonunda şagirdlərdən hansı nəticəni gözləyirəm? Bu şagirdlər nəyi öyrənməlidirlər, nəyi bacarmalıdırlar sualına yanaşmalıdır. Geriyə plan strategiyasına uyğun olaraq ilk növbədə təlimin sonunda əldə olunmalı olan təlim nəticəsi haqqında düşünmək lazımdır. Təlim nəticəsi 1:45 dəqiqəlik dərsin sonunda şagirdin əldə etməli olduğu bilik, bacarıqdır. Fərz edək ki, müəllim olaraq təlimə dəvət olunmuşuq, lakin təlimdə nə öyrənəcəyinizi bilmirsiniz. Bu zamanda təlimin məzmununu sizə faydasını nə kimi ciddi təsir edəcəyini və nə cür yanaşmayacağını təbii ki, bilməyəcəksiniz. Ona görə də biz əvvəlcədən təlim prosesini qurmalıyıq. Yəni, dərsimin təlim nəticəsini öncədən müəyyənləşdirməliyəm. Şagirdə nə keçəcəm? Şagird buradan nə öyrənəcək? Təbii ki, keçəcəyimdən öncə şagirdin nə öyrənməsi ön planda olmalıdır. Qiymətləndirmə isə ikinci gəlir. Qiymətləndirmə, dərsin məqsədinə uyğun qiymətləndirmə üsul vasitələrdən istifadə etməkdir və məqsədə uyğun qiymətləndirmə tapşırıqlarının hazırlanmasıdır. Qiymətləndirmə nəyi öyrənməsi, yəni dəlillərlə, sübutlarla əldə olunur. Şagirdin nələri bilib, nələri bacarmağı qiymətləndirmədə öz əksini tapır. Formativ qiymətləndirmə üçün də elə bu üsul vasitələrdən istifadə olunur. Müəllimlər şagirdlərin dərsin məqsədinə çatdığını sübut edəcək qiymətləndirmə üsul vasitələrini, tapşırıqları əvvəlcədən düşünməlidir. Yəni, öyrənmənin sübutu vacibdir. Çünki müəllim şagirdlərin nəyi başa düşdüklərini və öyrənmə sahələrində necə getdikləri haqqında məlumat verməlidir. Müəllim məqsədə uyğun qiymətləndirmə tapşırıqları, qiymətləndirmə meyarları hazırlamalıdır. Bu mərhələləri də bunun üzərində aparmalıdır. Yəni, növbəti mərhələni qurmaq daha asan olacaq. Buna görə də, yəni bunun səbəbi də odur ki, yerinə yetirməli olan tapşırıqlar bəllidir. Qalır, bu məsələdə çatmaq üçün digər fəaliyyətləri planlamaq. Gəlirik indi isə öyrənmə fəaliyyətinə. Öyrənmə fəaliyyəti isə dərsin məqsədinə uyğun tədrisin təşkil olunmasıdır. Məqsədə uyğun təlim, üsul, forma, resurs bunları seçməkdir. Öyrənmə fəaliyyəti şagirdə verilmiş təlim nəticəsidir. Yəni,
Şagirdi olduğu yerdən olmalı olduğu yerə aparır, hədəfə çatdırır. Bu da müəllimin hansı iş formasından, hansı iş üsulundan istifadə edəcəyidir. Daha sonra isə davam edirik. Biz dərsi nəyə görə planlayırıq? Planlama bizim niyə işimizə yaramalı? Ümumiyyətlə bu müəllim nədir? Yəni müəllim üçün nə rol olur? Bir müəllim dərsi niyə planlasın? Ona görə planlasın ki, əvvəlcədən, yəni bayaq dediyimiz kimi, şagirdən nə öyrənəcək, necə öyrədəcək, ümumiyyətlə həyəcanı azaltmaqdan ötürü planını qurur ki, şagirdə hansı ardıcıllıqla bu dərsi keçəcək. Bunların hamısı dərsi planlamağından asılıdır. Auditoriya qarşısında necə çıxış eləyəcək, çıxış eləyən zaman hansı ardıcılıqlarını danışacaq və dərsi planlayan zaman bir neçə nüanslar var ki, müəllim onlara diqqət yetirməlidir. Baxın, onlardan elə baxın qara nöqtələrinə qeyd olunur. Dərsin məqsədini müəyyənləşdirməlidir. Bu da aydın şəkildə olmalıdır, yəni spesifik olmalıdır. Formativ qiymətləndirmə üsulundan istifadə eləməlidir. Daha sonra isə fəaliyyəti, yəni hansı iş üsulundan hansı iş formasından istifadə edəcəyini müəyyənləşdirməlidir. Sonra dərs zamanı hansı müxtəlif öyrənmə sahibinə olan şagirdlər olacaq ki, onları da diferensial təlimi qurmalıdır ki, şagirdlərə fərdi və fərqli yanaşsın. Resursları olmalıdır. Hər hansısa bir problemlə qarşılaşaramsa, bu problemi necə aradan qaldıracam? Yəni bir müəllimin B planı olmalıdır. Gündəlik planlamada ümumiyyətlə deyib ki, planlamanın formatı təhsil müəssisəsinə görə dəyişir. Yəni bu sualı testdə görərsinizsə, bilin ki, düzdür. Yəni hər məktəbin özünə məxsus illik və gündəlik planlaması olur. İllik planlama dedik ki, ilin əvvəlindən müəyyənləşir. Yəni illik plan tədris ilinin əvvəlindən fənnin tədris edən müəllim tərəfindən tərtib olunur. İllik planı hazırlamaq üçün müəllim əsasən təqvim, metodik vasitə, dərslikdən istifadə edir. İllik planlamada adından da göründüyü kimi bir il ərzində görüləcək işlər burada öz əksini tapır. Həm illik, həm də gündəlik planlamanı geriyə planlama strategiyasından istifadə edərək qururlar. Yəni burada müəllim planı hazırlamağa başlayarkən hansı ki sinif üzrə ilk öncə siniflər üzrə təlim nəticəsinə diqqət yetirməlidir. İllik və gündəlik planlamanın formatı dediyimiz kimi təhsil müəssisəsindən asılı olaraq da dəyişə bilir. Yəni ki, hər məktəb planlamanın formatını özü üçün müəyyənləşdirə bilirlər. İllik planlama tədris ilinin əvvəlində, yarım il və bölmənin əvvəlində keçiriləcək diaqnostik qiymətləndirmənin, il ərzində keçəcək kiçik summativ qiymətləndirmənin tarixi, keçirilmə forması orada qeyd olunur. Müəllim illik planlamada dəyişiklik edə bilər. Necə? Standartları qrupuna standartlar əlavə eləyərsə, yəni həmin sinif üzrə, mövzuları dəyişə və artıra bilər. Amma alt standartı dəyişə bilməz ha, alt standartı dəyişə bilmir. Amma mövzuları dəyişə və artıra bilir. İnteqrasiya üçün əlavə imkanlar müəyyənləşdirə bilər. Mövzuları üzrə vaxt bölgüsündə dəyişiklik eləyə bilər. Bu nə deməkdir? Deyək ki, bir vərəqlik dərs 3 saata verilibsə, 3 vərəqlik dərs 1 saata verilibsə, müəllim buna yerini dəyişə bilər. 3 vərəqliyi 3 saata, 1 vərəqliyi 1 saata keçə bilər. Gündəlik planlama isə müəllimin gündəlik olaraq keçirdiyi dərsin planının qurulmasıdır. Yəni, gündəlik planlamada nələr öz əksini tapır? Gündəlik planlamada reallaşdırılması nəzərdə tutan alt standart, dərsin məqsədi, dərsin mövzusu, qiymətləndirməsi, üsul və vasitələr, bunların hamısı gündəlik planlamada öz əksini tapır. Gündəlik planlamada biz formativ qiymətləndirmədən istifadə edirik. Təlim nəticəsinə gəldikdə isə az öncə dediyimiz kimi təlim nəticəsi dərsimin məqsədidir. Çox üzr istəyirəm, məqsədidir. Və hansı ki, burada müəllim mən nə keçəcəyim yanaşmasında deyil də dediyimiz kimi şagird nə öyrənəcək yanaşmasında olmalıdır. Və müəllimin düzgün belə deyək, düzgün formalaşmış təlim nəticəsi var, bir də düzgün formalaşmamış təlim nəticəsi var. Düzgün formalaşmış təlim nəticəsi taksonomiyanın feillərinə əsaslanır. Düzgün formalaşmamış təlim nəticəsi isə statik feillər var, onlar əsasında hazırlanır. Yəni, statik feillər öyrədir, görür, bacarır, bilir, toplayır, aşılayır, əzbərləyir. Bu kimi sözlər olmamalıdır. Əksinə, tətbiq edir, dəyərləndirir, qiymətləndirir, ümumiləşdirir, izah edir. Bu kimi sözlərlə bitməlidir, nümayiş etdirir. Yəni, taksonomiyanın feilini görərsinizsə, bu olur.
düzgün formalaşmış təlim nəticəsi, yəni şagirdə yönəlmiş təlim nəticəsi, yox əgər bilir, bacarır, görür, toplayır, əzbərləyir, bu kimi sözlər olarsa, bu olur müəllim yönümlü. Yəni, müəllimə yönəlik təlim nəticəsi. Gəldik indi smart planlama texnikasına. Smart planlama texnikası nədir? Hər bir sözün ayrı-ayrılıqda mənalar verilir. Smartın sırasına gəldikdə, təlim məqsədi uyğun, müəyyən edilmiş, aydın və bir mənalı olmalıdır. Yəni, spesifik olmalıdır. Geniş və ya ümumi məqsəd qoymayaraq, əvəzinə müəllimlər dərsi müvəffəqiyyətlə başa vurandan sonra şagirdin nəyə nail olacağını dəqiqliklə müəyyənləşdirilməlidir. Yəni, spesifik müəyyənləşdirilməlidir. Hansı ki, müəllim məqsədi müəyyən edərkən şagirdi dərsin əvvəlində edə bilmədiyi dərsin sonunda etdiyinə görə bilmək üçün məqsədi şagirdlərin gözlədiyini onlara aydın şəkildə bildirməlidir. Bu sözü nə deməkdir? Biraz belə qarışıq oldu. Yəni ki, müəllim şagirddən gözləndiyini və gözləntilərini dəqiq şəkildə deməlidir ki, şagird üçün nəyi yaxşı, nəyi pis edəcəyi spesifik şəkildə ortada olsun. Yəni, şagirdin bilik bacarığını əldə olunacağı göstərməlidir ki, sonunda şagird bunu bacardı və yaxud da bildi, aşıladı, anladı və bunların harada çətinlik çəkdiyi və harada yaxşı bildiyini spesifik, dəqiq formada deyilməlidir. M. Məqsəd ölçülə bilən olmalıdır. Yəni, nəticəni müəyyən etmək qədər onu reallaşdırma səviyyəsini ölçmək də vacibdir. Burada açar sözümüz nədir? Dedik spesifikdə S-sı spesifik olmalıdır. M sözünü görürüksə ölçülə bilən olmalıdır. Yəni, təlim nəticəsi qiymətləndirilə bilən olsun. Açar söz budur, qiymətləndirilə bilən olsun. Baxın, burada da qeyd edəcəm indi. Baxın, spesifik S, yəni düzgün, dəqiq, aydın açar sözümüzdür. M olduqda ölçülə bilən, yəni bilik bacarıq qiymətləndirilə bilən olmalıdır. Yəni məqsəd qiymətləndirilə bir-birini tamamlamalıdır. Qiymətləndirmə irəliləyişləri izlənilə bilən olması təlimin prosesinin effektivliyini təmin edir. Yəni dərsin müddətində testlər, müxtəlif tapşırıqlar, yəni qavrama ölçülə bilən olmalıdır. A-sı, əldə olunan bilik hədəfə olmalıdır. Nə asan, nə çətin olmamalıdır. Yəni, real əldə oluna bilən olmalıdır. Çox çətin məqsədlərə çatmaq arzu edilən olsa da, onlara çatmamaq məyusluq, ruh düşkünlüyü yaradır. Ona görə də gözlənilən nəticə əlçatan olmalıdır. Məqsəd normadan bir qədər çətin, lakin şagirdin çalışaraq əldə edəcəyi bir şey olmalıdır. R yadımıza saxlayırıq. Real imkanlar, resurs. Bax, bu sözü belə yadımıza saxlayırıq. R. Mənası da o deməkdir ki, məqsəd öyrənmə prosesinin şagirdlərin ümumi inkişafına, mövcud resurslarına, öyrənmə mühitinə, şəraitinə uyğun olmalıdır. Dərsləri şagirdlərin qarşılayacağı gündəlik vəziyyətlərə uyğunlaşdırmalıyıq, həyatla əlaqələndirməliyik, daha yaxşı və real olmasına şərait yaratmalıyıq. T. Vaxt. Bax, time, vaxt, müddət, zaman. Bunların hamısı varsa, bu olur T. Yəni ki, time. Zamanın nəzərə alınması, hər bir məqsədin müəyyən edilməsi qrafikə uyğun olmalıdır. Təcrübə göstərir ki, tapşırıqların tamamlanma müddəti 15 dəqiqədən çox olmamalıdır. Yəni, şagirdlərin tapşırığını yerinə yetirərkən vaxt aşırı, yəni vaxt aşırı həmin işləri dayanmadan işi başa çatdırmaq bacarığını düzgün formalaşdırmaq lazımdır. Yəni, T görürüksə, yəni time görürüksə, müddət, vaxt varsa müddət, müddət varsa vaxt kimi sözlərindən yadımızda saxlayırıq. İndi gəldik nəyə? Gəldik, dərsin təlim nəticəsi zamanı buraxılan tez-tez səhvlərə. Hansı səhvlərdir bunlar? Deyir ki, bir dərs üçün həddən artıq sayda təlim nəticəsi yazılmalıdır. Xeyr, səhvdir. 2-3 təlim nəticəsi olmalıdır. Əgər o çox olarsa, şagirdin qavraması və onun həyata keçirilməsi mümkünsüz olacaq. Ona görə də həddən artıq sayda deyil də 2-3 təlim nəticəsi olmalıdır. Deyir ki, təlim nəticəsi şagirdə bildirilməməlidir. Səhvdir. Şagird əvvəlcədən bilməlidir ki, elan olunmalıdır ki, şagird nəyi öyrənəcək, nə əldə edəcək bu dərsdən. Ona görə də bu əvvəlcədən elan olunmalıdır, olunmamalıdır, yox.
Təlim məqsədi deyib mürəkkəb yazılmalıdır. Xeyr, səhvdir. Əksinə, sadə, spesifik olmalıdır. Çətin olmamalıdır. Bayaq dediyim, əlçatan olmalıdır. Daha sonra gəldik, az öncə sizə dediyim feil, stativ feillər və müəllim mərkəzli. Biz bilirik ki, kurikulum ümumiyyətlə müəllim mərkəzli deyil də şagird mərkəzli olmalıdır. Yəni, idrak taksonomiyasına cavab verməlidir. Baxın, az öncə demişdim, bilir, bacarır, görür, sonra olmalıdır, toplayır, sonra əzbərləyir, sonra aşılayır, öyrədir, öyrənir. Belə bir şeylər olmamalıdır. Şagird mərkəzli olmalıdır dediyimiz kimi. Və hansı ki, taksonomiyanın bir daha təkrar edirəm, feillərinə uyğun olmalıdır. Müəllim mərkəzli olması səhvdir. Şagird mərkəzli olmalıdır. Deyir, bəzən şagirdin nə öyrənəcəyi deyil, özünün nə edəcəyinə köklənir. Ona görə də olmalıdır şagird mərkəzli. Bugünkü dərsimizdə bu qədər müəllimələr.